İsrail, Yahudi ölkəsi, tək vahid Yahudi ölkəsi dünyadakı. Bu millət çoxmu dindardır, çoxmu radikaldır? İsraildə kifayət qədər Etiopiyalı Yahudi var. Hər şey bahadır. Yəni yalan demirlər. İsraildə hər şey bahadır. Hər kəsə salam dostlar. Günəşli bir gündən İsraildən sizi salamlayıram. Necəsiz, nə var, nə yox? Ümid edirəm hər şey yerindədir, qaydasındadır Azərbaycanda. Bugün ətrafa biraz gəzmək istəyirəm sizinlə birlikdə. Aşkelondayam. İsrailin cənub şəhərlərindən biri. 2 ildir artıq Aşkelonda yaşayıram. Və mən bəyənirəm açıq Aşkelonu. Ümumiyyətlə Tel Aviv qədər metropol olmasa da sakit, insanların ailə ilə yaşadığı, sakit mühitin olduğu bir yerdir. Halbuki müharibə vaxtında biraz səs-küylü idi. Qazaya yaxın bir yer olduğu üçün. Amma belə ümumiyyətlə ətraf sakit, chill, mehribandır. Sizə ətrafı göstərim. Belə bir göl ətrafına gəlmişik. Agamin Parkı. Ümumiyyətlə İsraildə yaşam haqqında danışmaq istəyirəm. Ümumiyyətlə Azərbaycandan bura necə gəlmək olar və yaxud əlaqələr necədir, Azərbaycana münasibət necədir, onun haqqında biraz danışmaq istəyirəm. Azərbaycanı açığı sevirlər. Həqiqətən Azərbaycanlıyam dediyim hər İsrailli şaşırıb və sevdiyini, Azərbaycanı sevdiyini, bəzilərinin Azərbaycana gəldiyini, ümumiyyətlə Bakı haqqında bilirsiniz şəhərimiz məşhurdur. Təkcə təəssüf olsun ki, təkcə paytaxtımız məşhurdur. Hər nəysə Bakı haqqında danışırlar. Bakını sevirlər, həqiqətən Dubaya oxşadığını, ümumiyyətlə istiqanlı olduqlarını mənə həmişə deyirlər. Ümumiyyətlə Azərbaycandan İsrailə necə gəlmək olar? Bilirsiniz, Azərbaycana İsrailə gəlmək üçün viza tələb olunur. Vizanın da 3 növü var. Biri turist vizasıdır. 2 qohumluq əlaqələri, hansı ki bu Aliyaha da girir. Onun da haqqında danışacağam. Aliya nədir deyə. Üçüncüsü də tələbə vizasıdır. Hansı ki universitetə qəbul olursunuz burada və gəlirsiniz. Ümumiyyətlə belə proseslər hər hansı bir ölkədə olduğu kimi də universitet qəbulunu göstərirsiniz. Bankda hesablarınızda pulu göstərirsiniz və s. Mən bugün açığı Aliya haqqında danışmaq istəyirəm. Hansı ki Azərbaycana kifayət qədər Yahudi var. Ümumiyyətlə Quba tərəfdə bilirsiniz, qırmızı qəsəbə. Mənim keçdiyim prosesi sizə danışmaq istəyirəm. Aliyahın nə olduğunu danışmaq istəyirəm. Yəni Yahudi olmayan biri də Aliyahın nə olduğunu bilməyi məncə onun üçün pis olar. Aliya nədir? Aliya ümumiyyətlə söz mənası qalxmaq deməkdir, yuxarıya qalxmaq mənasında. Və Aliyahı kimlər eləyə bilər? Hansı ki atası, anası, nənəsi və ya babası əgər Yahudidirsə, bu insan Aliyah eləmə şansı qazanır. Yəni vətənə qayıdış mənasını verir. Yəni İsrailə qayıdış. Hansı ki hər bir Yahudinin İsrailə gəlmə və ya qayıtma haqqı var. Və Aliya necə olur? Aliya 2 cür eləyə bilərsiniz. Biri İsrailə gəlib buradan Aliya elə bilərsiniz. Yəni normal viza alıb gəlib burada sənədləri verib Aliya elə bilərsiniz. İkincisi ümumiyyətlə səfirliyə gedirsiniz, İsrail səfirliyinə və sənədləri təqdim edirsiniz və növbəyə düşürsüz. Ondan sonra proses Azərbaycandan davam eləyir və bu sizin üçün uzun proses olsa da Azərbaycanda davam elədiyi üçün daha rahat olur sizə. Çünki onlar artıq hər şeyi qarşılayırlar, bilet pullarınızı qarşılayırlar. Yəni dil öyrənmək üçün ulpanlarınızı, hər şey hazır eləyirlər. Elə bil ki, ölkəyə girən kimi artıq bir axında gedirsiniz. Bir qrup şəklində məktəblərə gedirsiniz, yəni dil öyrənmək üçün, mədəniyyət öyrənmək üçün, işlə sizi təmin edirlər falan filan. İkinci növ odur ki, İsrailə gəlirsiniz, hansı ki mən onu elədim. İsrailə gəlirsiniz, viza alıb. Vizanı da almaq prosesi dediyim kimi 3 növ var. Ali eləmək fikriniz varsa, təbii ki Yahudi qohumluğunuz vardır. Ona görə vizanı ikinci sektordan alırsınız. Hansı ki Yahudi qohumluğunuzun olduğunu sübut eləyib 10 illik viza alırsınız, multi viza İsrailə və istədiyiniz zaman gəlib gedə bilirsiniz rahat. Əgər bəzi ölkələr var ki, məsəl üçün İrana və yaxud bəzi ərəb radikal ölkələrinə girməmisinizsə, yəni pasportunuzda o peçat yoxdursa, problem olmur. Varsa əgər problem ola bilər, o da 100% deyil, bilmirəm problem olar ya yox, amma ki olmasa ümid edirəm ki problem olmayacaq, yəni ölkəyə İsrailə girmək. İndi isə ora Meşəyə gəlmişik. Buranın məşhur bakery'si, təndirxanası Azərbaycanca. Gələk baxaq nə var içində, nə yeyə bilərik.
Bəli, səhər yeməyimizi aldıq. Belə bir meyvə suyu var. Köklə portakal qarışığı. Dadı da çox şəkərsiz. Belə bir sandviç aldıq. Tuna, e, yumurta, zeytin. Oh, damn. Tuna var içində. Kələm var. Xiyar turşusu var və yumurta. Qaynadılmış yumurta var. Burada məşhurdur belə tost, belə sandviç. Qiyməti də 37 şekel. Bilmirəm görsən ya. 37 şekel. 37 şekeldə ikiyə bölsəz manatı əldə edə bilərsiniz. 37 şekel eləyir 16 manat. Yox, hətta 17 manat falan eləyir. Yəni çox bahadır gördüyünüz kimi bu iki bir şeyə 17 manat pul verdim. Hər şey bahadır. Yəni yalan demirlər. İsraildə hər şey bahadır. Okey, qiymətlər baha olduğu qədər də maaşlar da yüksəkdir, amma yəni alım gücü yüksəkdir deyək buna. Mən isə yeməyi bitirim, ondan sonra keçək ətrafı sizə göstərim və söhbətləşək. Bəs insanlar necədir İsraildə deyə sual verə bilərsiniz. Yəni əhali necə yaşayır, sakitdir, yoxsa səs-küylüdür, ümumiyyətlə müharibə şəraitidir bilirsiniz. Özü indi hal-hazırda biraz sakitçilikdir, amma ümumiyyətlə İsrail hər an müharibəyə başlaya biləcək bir potensiallı bir ölkədir. Millət ümumiyyətlə İsrail xalqı, İsrailin millət kodeksi çox müxtəlifdir. Hansı ki bunlar dediyim kimi Avropa Yahudiləri var, Ərəb Yahudiləri var. Necə deyim, yəni Mizrahi Yahudiləri, Ərəb deyil, yəni Mizrahi Yahudiləri hansı ki İraqdan, Yəməndən, ətraf ərazilərdən bura gələn Yahudilər var. Var Sfarad Yahudiləri, hansı ki İspan Yahudiləri, var Fransız Yahudiləri. Yəni burada tapa biləcəyiniz o qədər çeşidli insan var ki, yəni siz əgər İsraildə yaşayırsınızsa demək olar ki bütün yəni bir çox millətlərdən ünsiyyətdə olursunuz. Burada işləməyə gələn İrlandiyalılar da olur, Amerikanlılar da olur, İspanlar da olur, hətta Afrikalılar da olur. Ümumiyyətlə sizə bir maraqlı bir fakt deyim. Bilmirəm Azərbaycanda bunu nə qədər bilirlər. İsraildə kifayət qədər Etiopiyalı Yahudi var. Hansı ki bu həqiqətən böyük bir qismi kəsb edir. Afrikalı Yahudilər də çoxdur və heç bir irqçilik və yaxud belə ayrımcılığa rast gəlmirlər bildiyiniz kimi. Yəni kodeks milliyyətçilik əgər Yahudilik üzərindədirsə, yəni burada hansı millətdən olduğun, nə bilim, erməni olduğun, bilim, alman olduğun çox da böyük bir fərq eləmir. Sadəcə bu mədəniyyətə biraz təsir eləyir. Hansı ki, misal üçün Aşkenazi Yahudilərin biraz mədəniyyəti fərqlidir, Faradi Yahudilərin mədəniyyəti fərqlidir. Bizim misal üçün Azərbaycanda olan Yahudilər, hansı ki Gorski Yahudilər, Dağ Yahudiləridir. Onların mədəniyyəti fərqlidir. Yəni hər xalqın öz mədəniyyəti var, amma ki kodeks eynidir. Və İsraildə də bu görünür. Həqiqətən yəni İsraildə küçəyə çıxsaz, sözüm mən hal-hazırda sakit bir vaxtda çölə çıxmışam. İnsanlar daha çox evlərində istirahət edirlər ya da ki işdədirlər. Bugün iş günüdür. Birinci gündür. Yəni hər cür insan görə bilərsiniz çöldə. Hər millətdən. Və mehribandılar. Bəs sual ola bilər ki, okey, İsrail, Yahudi ölkəsi, tək vahid Yahudi ölkəsi dünyadakı. Bəs bu millət çoxmu dindardır, çoxmu radikaldır? Heç də elə deməzdim. Yəni İsrail müəyyən insanlar var ki, hansı ki bunlar Halidilər, Hasidilər, Yerusəlimdə yaşayan Yahudilər, bunlar biraz radikal Yahudilər sayıla bilər. Hətta bunlar antisionist Yahudilərdir, hansı ki İsrail dövlətinin varlığına qarşı olan Yahudilər. Bu da Tövratda yəni müəyyən bir şeyə əsaslanır. Elə bir ki Tanrı İsrail millətini sürgünə yollayıb və bu sürgün Mesih qayıdana qədər davam etməlidir. Yəni İsrail dövlətinin varlığı
onlara elə bir ki, təqzib edir deyə biraz buna qarşıdılar. Amma bu çox belə qarışıq mövzudur. Heç bu məsələyə girmək istəmirəm. Sadəcə üstünkörü bir şey dedim sizə. Yəni bunun səbəbi budur. Niyə antizionistlər? Çünki Tövratda belə bir şey var. Biz İsrailin milləti, xalqı nə qədər dindardır, nə qədər radikaldır. Heç də radikaldır demərəm. Yəni İsrail müəyyən qədər modern bir ölkədir. Tel-Əviv bilirsiniz, onsuz da Tel-Əvivin şanı hər yerə yayılıb. Tel-Əvivdə olan insanlar, Tel-Əvivin 24 saat işləməsi, demək olar ki, Asiyanın LGBT vətənidir deyə bilərik. Yəni çox azad insanlar var, hər cür millət var. Hindistanlısından tut, nə bilim, Çinlisinə qədər, Yaponundan tut, Amerikasına qədər hər cür millət var. Yəni Tel-Əvivdə ümumiyyətlə qarışıqlı millət. Yəni ki, insanlar moderndir. Həqiqətən burada bir çox növ insan tapa bilərsiniz. Dindarı da var təbii ki, radikalı da var. Amma ki, yəni bunlar İsrailli millətini tam olaraq təmsil eləmir. Əgər məndən soruşasınız ki, İsrailli millətini nə təmsil edir, daha belə Orta Şərqdəki Avropalılar deyə bilərəm. Yəni çünki insanlar okey mədənidirlər, amma səs-küylüdülər. İnsanlar qaydalara əməl eləyir, amma ki bəzən əsəbləşə bilirlər, bəzən aqressiya göstərə bilirlər, bəzən sözü direkt deyirlər falan. Yəni belə şeylər var. Bu da Orta Doğunun verdiyi bir effektdir. Şəhərin infrastrukturunda görürsüz, daha belə yaşıl, belə açıq. Mən həqiqətən aşıq olana aşiq olmuşam deyə bilərəm. Yəni çox sevirəm. Burada qalmağı üstün tutum. Çünki sakit, gördüyünüz kimi insanlar öz həyatlarını yaşayırlar. Burada daha çox özünü lokal hiss edə bilirsən. Mən açıq sevirəm, baxın. Artıq köhnə məhəlləyə gəlirik, hansı ki Atikot adlanır. Mənim yaşadığım yer Atikotdur. Mənası da köhnə məhəllə mənasını verir. Binaları görürsünüz, 5 mərtəbə, 5 mərtəbələr, palma ağacları vazgeçilməz. Burada da evimin üzbəyüzündə Yahudi dini məktəbi var uşaqlar üçün. Yatılı bir məktəbdir. Şəkilli belədir. Mənə görürsüz belə çox da necə deyim, bu məhəlləyə baxarsınız, deyirsiniz ki, köhnə məhəllədə okey. Prosta belə ümumiyyətlə öz bir yaraşığı var sanki, görürsüz. Bugünlük bu qədər dostlar. Ümumiyyətlə sizə qısaca məlumat verdim İsraillə bağlı və kanalımla bağlı, hansı ki bu kanalda müəyyən layihələr düşünürəm və gələcək videoda Tel-Əvivə getməyi, ondan sonra Hayfaya getməyi, hansı ki Hayfa qardaş şəhər sayılır Bakı ilə və Bakı ilə də oxşarlığı var. Oranı görəcəyik birlikdə. Sizə sadəcə qısaca məlumat verdim İsraillə bağlı və kanalla bağlı. Mən sizinlə sağollaşıram burada. Ümid edirəm hamınız həftəsini gözəl keçirəcək. Hamınızı sevirəm. Görüşənədək. Shalom.